Əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bugün sizə ədədi ardıcıllıqlar, silsilələr haqqında, daha doğrusu silsilələr dərsin izahını verəcəm. Birinci başlayıram nədən? Ədədi ardıcıllıqlardan. Ümumiyyətlə, ardıcıllıq nədir? Ardıcıllığın tərifi belədir ki, natural ədədlər çoxluğunda təyin olunmuş funksiyaya ədədi ardıcıllıq deyilir. Məsələn, ardıcıllığa biz nümunə göstərək, tutaq ki, 2, 4, 6, 8 bu şəkildə nə edir? Davam edir və sonuncu 2n'dir. Ardıcıllıqda müəyyən bir tutaq ki, çoxluğun A1, A2, A3, A4, AN hədlərinin sıralaması olduğu üçün, yəni burada konkret bir element olduğu üçün yalnız natural ədədlərdən ibarət olmalıdır. Yəni, natural ədədlər olmasa biz əlbəttə ki, mənfi ilaxı ifadə edə bilmirik cisimləri. Ona görə də biz burada nə etməliyik? Natural ədədlər çoxluğunda təyin olunmuş funksiya kimi təqdim edirik. Bax, burada bu A1, A2, A3, A4 adlanan ardıcıllığın hədləri, məsələn, birinci hədd, ikinci hədd, üçüncü hədd, bunlar oldu ardıcıllığın hədləridir. Bu şəkildə. Və bir də var ardıcıllığın nəyi? Element sayı. Ardıcıllıqlar element sayına görə sonlu və ya sonsuz ardıcıllıqlar şəklində ola bilər. Sonlu ardıcıllıqlar nədir? Yəni, konkret, belə deyək də, elementlərinin nəyi var? Sonuncu həddini bilirsən, sonuncu həddini görürsən. Məsələn, deyirəm ki, tutaq ki, 2 rəqəmli ədədlər, aydın məsələdir ki, başlayır 10, 11, 12 və sonuncu getdi hara qədər? 99'da dayandı. Yəni, bunun sonuncu həddini bilirsən. Bir də var nə? Hədlərinin sayına görə ikinci olan nədir? Sonsuz ardıcıllıqlar. Sonsuz ardıcıllıqlar artıq nədir uşaqlar? Biz onun hədlərinin sayını bilmirik. Məsələn, natural ədədlər bir ardıcıllıqdır. Məsələn, natural ədədlər ardıcıllığı onun sonuncu həddini bilmirik. İncə keçək nəyə? Ardıcıllığın verilmə üsulları. Ardıcıllığın verilmə üsulları. Ardıcıllıqlar çox geniş bir mövzudur əslində. Sadəcə bizə lazım olan kiçik bir hissəsidir. Başlayırıq nəyə? Ardıcıllıqlar birinci verilir n-ci hədd düsturu ilə. Məsələn, n-ci hədd düsturu ilə veriləndə, tutaq ki, bizə belə bir hədd verir. AN bərabərdir. Tutaq ki, 2n plus 2 bölünsün. Burada da olsun 2n plus 3. Artıq bizə konkret olaraq bir ümumi düstur var. Deyir, A1'i tap. Aparıram, harada n görürəm, yerinə 1 qoyuram. 2 vurulsun, 1 üstə gəlinsin 3. 2 vurulsun, 1 üstə gəlinsin 3. Daha doğrusu burada 2 olmalıdır. Bir səhvə yol verdim. Aha, aydın məsələdir ki, bu olur nə? 5'də 4. Aparıram, sonra yerinə 2 qoyuram. 2 qoyanda olur. 2 vurulsun, 2 üstə gəlinsin 2. Bölünsün. 2 vurulsun, 2 üstə gəlinsin 3. Bu da eləyir nə? Tutaq ki, 7'də 6. Bu şəkildə bizim ardıcıllığımızın hədləri nə eləyir? Davam eləyir. Və burada bizə konkret olaraq nömrə verərsən, məsələn, desək ki, ilk 3 həddinin cəmini tap. Adətən belə ardıcıllıqlarda çox böyük hədlərin cəmini istəmir. Deyir, məsələn, ilk 3 həddinin cəmini tap. Aparırsan, 3'ü də qoyursan yerinə, 2 vurulsun, 3 üzərinə gəlinsin, 2 bölünsün. 2 vurulsun, 3 üzərinə gəlinsin, 3. Bu şəkildə 9'da 8 şəklində artıq tapırsan və A1, A2, A3'ün cəmini nə edirsən, tapmış olursan. Aha. Bu çox asandır. N-ci hədd düsturu ilə asanlıqla biz bunu yerinə yetirə bilirik. Bir də var bizdə nə ilə? Rekurrent münasibətlə. Rekurrent münasibətlə də biz ardıcıllığın hər hansısa bir həddindən başlayıb digər hədlərini tapa bilərik. Müəllim, rekurrent münasibət nədir? Rekurrent münasibət odur ki, ardıcıllıqda əvvəlki hədlər arasında artıq münasibətdən istifadə eləyib növbəti belə deyək, hədləri tapa bilirsən. Yəni orada konkret bir sənə necə deyək, bir qayda verilir.
konkret bir qayda verilir. Məsələn, tutaq ki deyir ki, A n plus birinci həddi tapmaq istəyirsənsə, bundan əvvəlki, yəni A n-ci həddi 3-ə vurmalısan, ondan 1 çıxmalısan. Artıq mən əvvəlki həddin düsturundan istifadə edib, ondan sonra gələn ardıcıllığın həddini nə edə bilirəm? Tapa bilirəm. Məsələn, mən A3-ü tapmaq istəyirəmsə, aparıb n-in yerinə nə qoyacam? 2 qoyacam. Olacaq A2 üstə gəl 1 bərabərdir 3 vurulsun. Nə? 3 vurulsun A2 çıxılsın 1. Bu şəkildə nə edəcəm? Tapacam. Burada da adətən A2-ni verir. Uşaqlar, A2-ni verməsə bunu tapmaq qeyri-mümkündür. A2-ni də verir, məsələn, atıram 2. Deyir ki, A2 2-dir. Aparıb yerinə qoyursan, 3 vurulsun, 2 çıxılsın 1. Artıq sən nə edin? A3-ü tapmış oldun. A3 səndə var. A3-ün oldu nə? 5. İndi sən asanlıqla A4-ü tapa bilirsən. Aparıb n-in yerinə 3 qoysan, burada olacaq A4, yəni 3 üstə gəl 1, vurulsun 3 vurulsun, A3 çıxılsın 1. Axı sən əvvəlkində A3-ü tapmışdın 5, gətirib qoyursan yerinə. 3 vurulsun 5 çıxılsın 1. Bu da elədi nə? 14. Buna deyilir rekurrent usul. Yəni əvvəlki həddin köməyi ilə mən ardıcıllığı nə etmiş oldum? Belə deyək, tapmış oldum. Məşhur ardıcıllıqlardan biri də Fibonacci ardıcıllığıdır. Yəni yəqin ki siz bunu görmüsünüz, buna Fibonacci sayıları da deyilir. Fibonacci'də qayda necədir? Fibonacci'nin qaydası belədir ki, məsələn, tutaq ki bir sıralama yazıram. 2, 2, artıq bura olur 4, bura olur 6, bura olur 10, bura olur 16, bura olur 26, bura olur 42. Qayda necədir? Hər bir hədd özündən əvvəl gələn 2 dənə həddin cəminə bərabərdir. Yəni, baxın, 2 ilə 2-ni topladım, 4 elədi. 4 ilə 6-nı topladım, 10 elədi. 10 ilə 6-nı topladım, 16 elədi. 16 ilə 10-u topladım, 26 elədi. 26 ilə 16-nı topladım, 42 elədi. Fibonacci ardıcıllığından istifadə edərək siz onun bütün hədlərini nə edə bilərsiniz? Müəyyən edə bilərsiniz. Bu arada Fibonacci da sonsuz ardıcıllıqdır. Bu şəkildə. Biz ardıcıllıqlardan sonra nədən danışmalıyıq? Ardıcıllıqlar, uşaqlar, monoton artan və monoton azalan olaraq iki hissəyə bölünür. Bu arada bir də məhdud ardıcıllıqlar var. Ardıcıllıqlar yığılan və ya yığılmayan şəklində də bölünür. Bu artıq analiz kursudur, buna ehtiyac yoxdur. Biz başlayırıq nəyə? Monoton ardıcıllıq nədir? Monoton ardıcıllıq bir növə artan funksiyaya oxşuyur. Yəni, artan funksiyaya oxşuyur. n plus 1 aydındır ki, n-dən böyükdür. Onda an plus 1 də an-dən nə olmalıdır? Böyük olmalıdır. Yəni, ümumi qayda olaraq belədir. Həddin nömrəsi böyüdükcə, həddin özü də böyüyür. Məsələn də belə deyək. 8 yaşlı qardaşın kütləsi 75 kiloqram. 75 biraz unreal oldu. Belə edək. 45 kiloqram, 45 olar da yəqin. 45 kiloqramdır. İndi deyirəm ki, 10 yaşlı qardaşın kütləsi, 10 yaşlı qardaşını da tutaq ki, atıram 55 kiloqramdır. İndi baxın, həddin nömrəsi böyüdü. Mən 10 yaşlıya keçdim, yəni daha böyük qardaşa keçdim. Aydındırmı? Və onun kütləsi də yaşı çox olduğuna görə kütləsi də çoxdur. Buna deyilir artan, monoton artan. Monoton da o deməkdir ki, bir qayda ilə artandır. Yəni, konkret bir burada qanuna uyğunluq var da, başa düşdünüzmü? Bu şəkildə. Bu artıq olur monoton artan ardıcıllıq. Aydındırmı sizə? Buna deyilir monoton artan. Artan funksiyadakı kimi idi də eyni ilə. X-in artan qiymətlərində Y də neyniyirdi? Artırdı. Argument artdıqca funksiya da artırdı. Zaten ardıcıllığın özü də natural ədədlər çoxluğunda təyin olunan bir funksiya olduğu üçün eyni qaydanı tətbiq eləmiş olduq da. Başa düşdünüzmü? Bu da bu şəkildə.
İndi buna aid bir nümunə gəlin verək. Tutaq ki, deyirəm ki, belədir. Rekurrent formada verək biz bunu. AN plus 1 deyirəm ki, bu cürdür. 2 vur AN. Yox, rekurrent formada bunu vermək biraz səliqəsiz alınacaq. Ehtiyac yoxdur rekurrent formada verməyə. Amma yəqin ki, monoton ardıcıllığın nə olduğunu siz başa düşdünüz. Məsələn, deyirəm ki, A2 5-dir, A3 8-dir. Artıq hədd 8-dir. Elə ədədi ardıcıllıq kimi düşünsək, ədədi silsilə kimi A4 artıq nə olacaq? Neçə dəfə? Nə qədər artıq 3 var? Bu olacaq 11. Fikir verin, get-gedə həddin nömrəsi neyini idi? Böyüdü. Həddin nömrəsi böyüdükcə avtomatik həddin özünün qiyməti də neynədir? Böyüdü. Bu oldu monoton artan ardıcıllıq. Monoton azalanda isə tərsinə idi. Azalan funksiya kimi. Monoton azalanda yeni ilə azalan funksiya kimi. Həddin nömrəsi böyüyür, amma həddin özü kiçilir. Həddin nömrəsi böyüyür, amma həddin özü kiçilir. Bu monoton azalmadır. Başa düşdünüzmü? İndi məsələn, nümunə olaraq göstərim. Tutaq ki, AN plus 2 AN plus 1-dən kiçikdir. AN plus 1-dən kiçikdir. Necə? Həddin nömrəsi n plus 2 əlbəttə ki, n plus 1-dən daha böyükdür. Çünki n natural ədəddir axı. Amma fikir verin, ümumi həddin özü bundan nədir? Kiçikdir. Bu oldu bizim nəyimiz? Ədədi ardıcıllığımız. Bu da belə. Bir də var nələr uşaqlar? Sabit ardıcıllıqlar var, rəqs edən ardıcıllıqlar var. Buna dəyişən ardıcıllıqlar da deyilir. İndi gəlin baxaq nəyə. Sabit ardıcıllıq dedikdə bütün həddlər bir-birinə nədir? Bərabərdir. Sabit funksiya kimi də düşünə bilərik bunu. Bax, yenə də deyirəm, ardıcıllığın tərifi necə idi? Natural ədədlər çoxluğunda təyin olunmuş funksiya. Natural ədədlər çoxluğunda təyin olunmuş funksiya. Aha. Yalnız natural ədədlər üçün doğrudur. Burada da eyni prinsipdir. Yəni, ardıcıllığın həddi sabitdir. Məsələn, bunu necə göstərə bilərəm? Tutaq ki, yazıram A bərabərdir sabit funksiyanın. Belə göstərirəm. A bərabərdir 1 üstündə 2n plus 1 vur, məsələn, artıram, üstə gəl 4. Vur olmasın, üstə gəl 4 olsun. Bitdi, getdi. N-in yerinə 1 qoysam, yenə də nə olur? 1-in üstündən nə qoysam da, 2 vur, 1 üstə gəl 2, oldu 3. 1 üstündə 3 yenə 1 eləyir. Yəni, mən sözümün canı orasındadır ki, bunun qiyməti həmişə 1-dir. N-in yerinə nə istəyirsən qoy. Və mən onun üstünə həmişə 4 gəldiyim üçün, bizim bu AN ardıcıllığının qiyməti həmişə 4-ə bərabərdir. Yəni, A1 də A2-yə bərabərdir, o da A3-ə bərabərdir, o da A4-ə, nöqtə, o da bərabərdir AN-ə və o da bərabərdir nəyə? 4-ə. Bu oldu bizim sabit ardıcıllığımız. Bir də var nələr? Rəqs eləyən ardıcıllıq. Rəqs eləyən ardıcıllıq nədir? Rəqs eləyən ardıcıllıq odur ki, ardıcıllıq bax belə qiymət alır. Rəqs edən ardıcıllıq. Videoda biraz enerji düşüklüyü hiss edə bilərsiniz xəstəliklərdən dolayı. Rəqs edən ardıcıllıq belə bir şeydir. Məsələn, deyirəm ki, 5, mənfi 5, yenə 5, yenə mənfi 5, yenə 5, yenə mənfi 5. Rəqs edir, görürsünüz. Konkret olaraq həmişə eyni qiymətləri neyinir, alır. Bu şəkildə. Müəllim, bəs bunda necə olacaq qiymət? Bunu məsələn belə göstərə bilər. Elə gəl bunu göstərək. Tutaq ki, belədir. AN bərabərdir. Mənfi 1 üstündə N vur 5. İndi siz N-ə 1 versəz, İndi məndə düzdür, mənfi 5-lə başladı. İndi mənfi 5-lə başlamalıydı. N-ə 1 versəz, bu nə olacaq? Mənfi 1 üstündə 1. Elədə elə mənfi 1. Aha. A1'im olacaq mənfi 5. N-ə 2 versəz, A2 nə olacaq? A2 olacaq
5. Və bu şəkildə bu nə edir? Davam edir. Mən bunu biraz belə eləyim, qoy düz olsun. Bu da bu şəkildə. Bu oldu bizim rəqs eləyən ardıcıllığımızın qaydası. Bir də məhdud ardıcıllıq məsələsi var. Məhdud ardıcıllıq belə bir şeydir ki, ardıcıllıqlar iki cür məhdud ola bilər. Yuxarıdan məhdud və aşağıdan məhdud. Yuxarıdan məhdud odur ki, məsələn, ardıcıllığın həddinin, məsələn, tutaq ki, bir ayın ardıcıllığı var, onun həddinin ala biləcəyi maksimal bir B qiyməti var. Yalnız bundan aşağı qiymətlər alır. Başa düşdünüzmü? Yalnız bundan aşağı qiymətlər alır. Məsələn, biz bunu necə düşünə bilərik? Deyirik ki, bir adam birinci gündən başlayaraq 5 manat, nə bilim, sonra 6 manat, sonra 7 manat, sonra 8 manat pul qazanır. Yəni, hər gün daha 1 manat artıq pul qazanır. Amma bunun qazana biləcəyi maksimal məbləğ 20 manatdır. Yəni, 20-ci gün tamam olur, məsələn, A20 tamam olur və bu 20 manatını qazanır, tutaq ki. Başa düşdünüzmü? 21-ci gün bu artıq 21 manat qazanmayacaq. Başa düşdünüzmü? Artıq bunun belə deyək də maksimum kapasitesi var da, bu 20 manat qazanacaq elə. Məsələn, desəm ki, tutaq ki, A30'dur, getsin onda 30 manat qazansın. Xeyr, belə bir şey yoxdur. Bu artıq yuxarıdan nədir? Məhduddur. Artıq mən deyirəm ki, bu A30 olsa da, yenə də bu 20 manat nə edir? 20 manat qazanacaq. Maksimal qazana biləcəyi 20 manatdır. Vacib deyil, 20 manat qazansın. Dövr eləyib təzdən də gəlib ala bilər. 10 manat düşür də, dövr eləyəndə, bəli. Amma maksimalı 20'dir. Yəni, bu adlanır məhdud ardıcıllıq və yuxarıdan məhdud ardıcıllıq deyilir bunu. Yuxarıdan məhdud ardıcıllıq. Yəni, bu heç vaxt belə deyək, daha yuxarı bir məbləğ qazana bilməz. Eyni ilə aşağıdan məhdud ardıcıllıq da eyni şəkildədir. Bunlar indi bilmirəm, topluda istifadə olunmur, amma ümumi məlumat üçün dedim. Çünki videonu izləyən müəllimlər də ola bilər. Bu şəkildə. Bu da oldu nə? Aşağıdan məhdud ardıcıllıq. Uşaqlar, bir də ardıcıllıqda belə bir şey var. İlk n həddinin cəmi düstur məsələsi. Necədir? İlk n həddinin cəmi nədir? SM belə bir şeydir. A1 üstə gəl, A2 üstə gəl, A3 üstə gəl, nöqtə, üstə gəl AN. Məsələn, ilk n dənə həddin cəmidir. Məsələn, desəm ki, S5, bu artıq budur. A1 üstə gəl, A2 üstə gəl, A3 üstə gəl, A4 üstə gəl, A5. Aydındırmı? Məsələn, desəm ki, S3, onda bu olacaq A1 üstə gəl, A2 üstə gəl, A3. Məsələn, desəm ki, S1 uşaqlar elə A1-ə bərabərdir. Yəni, çünki artıq ikinci günün istəmir də ilk həddi istəyir. Gün olaraq düşünsək, ilk həddi istəyir. Yəni, artıq ikinciyə, üçüncüyə ehtiyac yoxdur. Bir ilə məhdudlaşır. Başa düşdünüzmü? Bu da belə. Bir də qaydamız necədir? Məsələn, siz n-ci həddi tapmaq istəyirsinizsə, məsələn, tutaq ki, tapmaq istəyirəm A5-i. A5'i tapmaq istəyirəmsə, mən S6'dan S5'i nə etməliyəm? Çıxmalıyam da, başa düşdünüz? S6'dan S5'i çıxmalıyam. Çünki səbəb nədir? S5 ilk 5 dənə həddin nə edir? Cəmidir. S5 ilk 5 dənə həddin ilk 5 həddin cəmidir. Bir saniyə. Nasıl götürəmədik? İlk 5 həddin cəmidir. A1, A2, A3, A4, A5. S6 nədir? İlk 6 həddin cəmi. A1, A2, A3, A4, A5, A6. Düzdürmü? İndi mən bunu tərəf-tərəfə çıxsam, bunlar hamısı bax bu şəkildə gedəcək. Bunlar gedəcək. Bunlar getdi, bunlar getdi, bunlar getdi, bunlar getdi, bunlar getdi, bunlar getdi. Yeganə qaldı nə? A6. Başa düşdünüzmü?
A6 qaldı. Daha doğrusu mən A6-nı tapmaq üçün bunu eləməliyəm, üstə səhv yazdım. A6-nı tapmaq üçün. Başa düşdünüzmü? Yeganə A6 qaldı bizim cavabımız. Bu da belə. Bu da oldu bizim bir nümunəmiz. Ümumi düstur şəklində isə belədir. Mən SN-i tapmaq istəyirəmsə, daha doğrusu AN-i tapmaq istəyirəmsə, SN-dən SN minus 1-i çıxmalıyam. Məsələn, A5-i tapmaq istəyirəmsə, S5-dən S4-ü, SN minus 1-i çıxmalıyam. A3-ü tapmaq istəyirəmsə, S3-dən S2-ni nə etməliyəm? Çıxmalıyam. Bu şəkildə çıxıb tapa biləcəm. Başa düşdünüzmü? Bu da oldu bizim nəyimiz? İlk n həddimizin cəmi düsturu. İndi keçirəm nəyə? Ədədi silsilə. Ədədi silsilə nədir uşaqlar? Ədədi silsilənin ümumi tərifi belədir. İkinci həddən başlayaraq hər bir hədd özündən əvvəlki hədlə eyni bir ədədin cəminə bərabərdir. Məsələn, qayda necədir? Tutaq ki, yazıram. Ədədi silsilə. Tutaq ki, yazıram. A1, nə A1? A1-ə nə ehtiyac var? 2, 5, artıq 8, 11, 14, nə qədər fərqlənirlər? 3 vahid, 3 vahid, bu da 3 vahid, bu da 3 vahid. Hər biri 3 fərqlənir. Bu adlandı bizim nəyimiz? Ədədi silsiləmiz. Bax, burada mən bunu belə işarə edirəm. A1, A2, A3, A4 kimi. Yəni, ədədi silsiləni biz A1, A2, A3, A4 ilə işarə edirik. Başa düşdünüzmü? Burada yadda saxlayın ki, birinci həddimiz A1-dir, yəni 2-dir. Məsələn, mən bura qoysam bir AN, bu olacaq mənim n-inci həddim. Bilmirəm neçənci həddimdir. Başa düşdünüzmü? Bu şəkildə. Bəs bu 3 nədir? Bax, burada 3 artır. Bu artıq adlanır D. D-miz 3-dür. Bu adlanır silsilə fərqi. Silsilə fərqi. Bu oldu bizim D-miz. Və SN də yazsam, bu da olacaq bayaq dediyim kimi ardıcıllığın ilk n həddinin cəmi və yaxud artıq ardıcıllığın yox, silsilənin ilk n həddinin cəmi. Bu olacaq bizim nəyimiz? Ardıcıllığımız. Daha doğrusu ədədi silsiləmiz. İndi başlayıram nəyə? Bir yadda saxlayaq. Ədədi silsilədə vacib bir şey budur ki, D-miz əgər sıfırdan böyükdürsə, müsbət ədəddirsə, bu artan silsilədir. Artan ədədi silsilə. Hər dəfə üstünə müəyyən bir vahid qədər gəlirəm. Nə edirəm? Artırıram. D-miz kiçikdirsə sıfırdan, bu azalandır. Və D-miz sıfıra bərabərdirsə, bu necə olacaq? Əlbəttə ki, sabit ədədi silsilə olacaq. Sabit ədədi silsilə olacaq. İndi keçək nəyə? Ədədi silsilə üçün olan vacib düsturlarımıza. Birinci düstur. Birinci düstur n-inci həddin düsturudur. N-inci həddin düsturu. N-inci həddin qaydası necədir? Mən əgər AN-i tapmaq istəyirəmsə, A1-in üzərinə n-dən bir vahid əksi olanı gəlirəm. Yəni, n-dən 1 çıxıram və aradakı silsilə fərqinə vururam. Mən nümunə istəyirəm. Gəlin nümunəni verim. Tutaq ki, ardıcıllığın verilib mənə. Məsələn, belə. 5, 7, 9, bu da olsun 1, 3. Silsilə fərqini görürəm. Neçədir? Silsilə fərqi 2-dir. 2, 2 artır. Tutaq ki, mən istəyirəm nəyi? Tutaq ki, A7-ni tapmaq istəyirəm. A7-ni tapmaq istəyirəmsə, mən A1-in üzərinə nəyə gələcəm? Və A1-in üzərinə mən 6 dənə D-ni gələcəm. Başa düşdünüzmü? A1-in üzərinə 6 dənə D gələcəm. Məsələn, A7 artıq məlum olacaq nəticə. A1-in nə idi? 3 idi. 6 dənə D. 6-nı vurdum 2-yə, 15. Artıq mənim 7-ci həddim nə olacaq? 15 olacaq. Başa düşdünüz? Hər birində bu şəkildə nə etməliyəm? Hər birində bu şəkildə yazmalıyam. Hər birində bu şəkildə yazmalıyam. Aha, indi baxıram nəyə?
Deməli, bu həmişə belədir. Xeyr, ümumi olaraq düstur bu şəkildədir. Məsələn, tutaq ki, mən AN-i tapmaq istəyirəm. Qayda belədir. Burada bir AK yazıram. Onda belə olacaq. Üzərinə gəlinsin. N-dən K-nı çıxacam və onu D-yə vuracam. Nümunə məsələn. Tutaq ki, mən A5-i tapmaq istəyirəm. Məndə A3 var. Onda nə edirəm? Mən bu 5-dən 3-ü çıxıram. 5-dən 3-ü çıxıram. Və onu vururam D-yə, silsilə fərqinə. Yəni, A5 bərabərdir. A3-ün üstündə 2 dənə D gəlməliyəm. Yəni, nəticə etibarilə, bax, bununla, bunun cəmi həmişə növbəti həddin nömrəsini verməlidir. Məsələn, desəm ki, A7 nəyə bərabərdir? Məsələn, A7 demirəm, A27. Bura yazıram A18. Artıq baxıram ki, nə qədər çatışmır? 9. Ona görə 9 dənə D-ni gəlirəm üstünə. Mən n-ci həddin düsturunu nə eləmiş oluram? Tapmış oluram. Bu oldu bizim n-ci həddin düsturu. Bu şəkildə. Bu oldu bizim ümumi qaydamız. Və uşaqlar, ümumi qaydamız məlum oldu. İndi keçirik nəyə? İndi keçirik silsilə fərqinin tapılması. Silsilə fərqi D-dir, aydın məsələdir. Mən AN-dən AN çıx biri nə eləməliyəm? Çıxıram da. Məsələn, D-ni tapmaq üçün A5-dən A4-ü çıxmalıyım. A5-dən A4-ü çıxıram. Arada fərq onsuz da aydın məsələdə görünür bu şəkildə. Və silsilə fərqinin bizdə digər bir düsturu da var. Həmin ən vacib düstur daha doğrusu budur. Silsilə fərqində daha vacib düstur budur. O birisi onsuz da şifahidir, onu görmək çox asandır. Mən AN-dən bir AK-nı çıxıram və bunu da n çıx K-ya bölürəm. N çıx K-ya bölürəm. Məsələn, qayda necədir? Tutaq ki, mənə belə verir. A1-i verib mənə 3, A2-ni verib 2, məsələn 6, A3-ü verib 9, A4-ü verib 12. Lap gözəl. Məndən D-ni istəyir. Mən D-ni tapanda görürəm bu heç aydın məsələdir. Görürəm buradan ki, D3-dür. Amma qayda olaraq necədir? Məsələn, mən A4-dən götürüb A1-i çıxmıram. Avtomatik də onun nömrəsindən, bunun nömrəsini çıxmalıyım. 4-dən biri çıxmalıyım. Məsələn, 12-dən 3-ü çıxdım. 4-dən də biri çıxdım. Böldüm 3-ü aldım 3. D-nin onsuzda diskriminant nədir? D-nin onsuzda 3 olduğunu görürdüm burada. Sadəcə bu düsturun tətbiqini izah eləmək üçün bunu sizə göstərmiş oldum. Bu oldu bizim silsilənin n-ci həddinin düsturu. Yəni, bu qədər sadə. Keçək uşaqlar, ədədi silsilədə hədlərin xassələrinə, hədlərin xassələri necədir? Gəlin baxaq. Yadda saxlayın, tutaq ki, deyirəm ki, 1 AK həddi var. Burada AN-lə AN-in cəminin yarısı AK-ya bərabərdir. Amma necə? Burada şərt var. Burada şərt var ki, M-lə N-i toplayıb 2-yə bölsəm, elə K-nı verməlidir. Yəni, nümunə üçün deyirəm ki, tutaq ki, yazıram A 14. Məsələn, burada yazdım 1. A8 və burada yazıram 1. A20. Toplasam 2-yə bölsəm, mənə A14-ü verəcək. Fikir verin, nömrələrin cəminin yarısı mənə A14-ü nə edir? A14-ü verir. Bu şəkildə. Bu oldu bizim hədlərin xassəsi. Deməli, hədlərin digər xassəsi də belədir. Uşaqlar, əgər n-lə m-in cəmi L-lə K-nın cəminə bərabərdirsə, AN-lə AM-in cəmi də AL-lə AK-nın cəminə nə olmalıdır? Bərabər olmalıdır.
Yəni nümunə bu şəkildədir. Tutaq ki, deyirəm ki, məsələn olsun A5 üstəgəl A8-dir. Burada yazıram A4 üstəgəl A9. Aha, bunu hardan bildim belə olduğunu? 5 ilə 8-in cəmi nə eləyir? 5 ilə 8-in cəmi 4 ilə 9-un cəminə, yəni hər ikisi 13-ə bərabər olduğu üçün bu hədlərin də cəmi bir-birinə nədir? Bərabərdir. Bu şəkildə. Bir də keçirəm ədədi silsilədə ilk n həddinin cəmi düsturu. Çox vacib düsturdur. Sən bərabərdir. A1-in üstünə AN-i gəlirəm. 2-yə bölürəm və D-yə vururam. Daha doğrusu N-ə vururam. Qayda bu şəkildədir. Bu şəkildə. Məsələn, deyirəm ki, ilk 15 həddinin cəmini tap. Bunun üçün yazıram S15 bərabərdir. A1 ilə A15-i toplayıram. 2-yə bölürəm, 15-ə vururam. Bu mənim oldu ilk n həddimin cəmi düsturu. İlk n həddinin cəmi düsturu. Və bir də ilk n həddinin cəmi üçün belə bir düstur da var. Sən bərabərdir 2A1 üzərinə gəlinsin. N çıxılsın, 1 vurulsun, D bölünsün, 2 vurulsun N. Mənim bu hardan gəlir? Bu elə bayaqki düsturdan, bu düsturdan gəlir. Sən bərabərdir. A1 üstəgəl AN bölünsün, 2 vurulsun N deyildimi? Bu halda nə eləyirəm? Yazıram. Bu halda yazıram. A1 üstə gəlinsin. AN-i də belə yazıram. A1 üstə gəlinsin. N çıx 1 vur D şəklində yaza bilərdim də. Bayaq mən N-ci həddin düsturundan bu şeyləri demişdim. Gətirib yerinə yazdım. Elə bil ki, bu AN bu ifadəyə nədir? Bərabərdir. Bitdi, getdi. Bölünsün 2 vurulsun N. A1'ləri toplasam eləyəcək 2 dənə A1 üstə gəlinsin, N çıxılsın, 1 vurulsun, D bölünsün, 2 vurulsun N. Bu da oldu bizim düsturumuz. Bu da oldu N-ci həddin düsturu. Bu qədər asan bir tapşırıqdır və başqa cür N-ci həddi ədədi silsilədə bayaq demişdim. AN-i tapmaq üçün mən SN-dən SN-1-i nə etməliyəm? Çıxmalıyam. Ardıcılıqlarda olduğu kimi bunun üçün də nədir? Keçərlidir. Bir də çox belə deyək, istifadə olunmayan bir düstur olsa da deyəcəm. Əgər AM orta həddirsə, məsələn, tutaq ki, deyirəm ki, 13 dənə həddi var. 7-ci hədd AM-dir. AM orta həddirsə, S tutaq ki, nə deyək? S N-i tapmaq üçün bu N-i AM-ə vurmalıyam. Məsələn, nümunə göstərim. Tutaq ki, deyirəm ki, 13 dənə hədd var. AM ortadakı həddidir. Əlbəttə ki, A7-dir. 13 hədd var. Mən tutaq ki, ilk 13 həddin cəmini istəyirəm. S13 bərabərdir. 13 vurulsun A7. Bu düsturdan nə edəcəm? İstifadə edəcəm. Bu da oldu bizim ədədi silsilə üçün əlavə bir düstur. Bir də keçirəm nəyə? Həndəsi silsiləyə. Həndəsi silsilə nədir, müəllim? Həndəsi silsilə belədir ki, hədləri sıfırdan fərqli olan ədədi ardıcıllıqda ikinci həddən başlayaraq hər bir hədd özündən əvvəlki hədlə eyni bir ədədin hasilinə bərabərdir. İndi nümunə necədir? Gəlin göstərək. Ümumi tərif budur, kitablarda olan. Məsələn, bu arada həndəsi silsiləni biz B1, B2, B3, BN şəklində işarə edirik. Məsələn, qayda belədir. 2-dir, 6-dır, 18-dir, 54-dür, 162-dir.
Yəni mən nəyə vurdum bunu? 3-ə, 3-ə, 3-ə və 3-ə neylədim vurdum. Bu oldu bizim nəyimiz? Həndəsi silsiləmizin hədləri. Burada əlbəttə ki, B1 birinci həddir. Aydın məsələdir. Aradakı bu, məsələn, B-yə yazmışam, bu n-ci həddir. Məsələn, bu hər dəfə 3-ə vurmaqla artırırdım. Bu adlanır Q. Q bərabərdir 3-ə. Buna deyilir silsilə vuruğu. Bayaq silsilə fərqi idi. İndi silsilə nə edir? Silsilə vuruğudur. Bu da oldu bizim həndəsi silsiləmizin silsilə vuruğu. Bitdi, getdi. Bu da belə. Bir də var SN, yenə də ilk n həddin cəmi düsturudur. Bir də var PN, ilk n həddin hasili. İlk n həddin nəyi? Hasili. Hasili düsturu. Bitdi, getdi. Burada yadda saxlayın. Həndəsi silsilələr də artan və azalan həndəsi silsilələr ola bilir. Burada müxtəlif şərtlər var. Hal-hazırda onları tək-tək verməyə mən ehtiyac görmürəm. Başlayaq elə n-ci həddin düsturundan. Birinci başlayıram n-ci həddin düsturundan. Bn bərabərdir. B1 vurulsun. Q üstündə n-1. Məsələn, nümunə deyirəm. B7 bərabərdir. B1 vurulsun. Q üstündə nə? Aydın məsələdə yəqin ki, Q üstündə 6. Elə bir ki, bunları toplayanda bunu verməlidir. Bu da oldu bizim n-ci həddimizin düsturu. Digər n-ci hədd düsturu da ümumi olan bir düsturdur. Bir biraz belə deyək, xüsusi oldu. Ümumi düstur belədir. Bn bərabərdir. BK vurulsun. Q üstündə n çıx K. Siz fikir verin, bununla bunu toplasaz, yenə də bizə elə B-ni neynəyəcək? Verəcək. Nümunə üçün verək. Deyirəm ki, tutaq B 8 istəyirəm. Burada məndə B4 var. Onda Q üstündə 8 çıx 4 yazacağım. Olacaq B4 vurulsun, Q üstündə 4. Və yaxud belə yazacağım. B3 vurulsun, Q üstündə 5. B2 vur, Q üstündə 7. Və ya nə bilim, B6 vur, Q üstündə 2. Bu şəkildə nə edə bilərəm? Yaza bilərəm. Bu da oldu bizim n-ci həddimizin düsturu. İndi silsilə vuruğunu necə tapıram? Aydın məsələdə silsilə vuruğunu tapmaq üçün mən belə bir şey eləməliyəm. Tutaq ki, Q-nu axtarıram. Bn plus 1-i Bn-ə neynəyəcəm? Böləcəm. Məsələn, nümunə Q-nu axtarıramsa, B5-i B4-ə neynəyəcəm? Böləcəm. Aradakı fərqi belə deyək də, vuruğu tapacam. Bu qədər sadə. Mənim bəs ümumi düstur çıxartsaq necə çıxardarıq? Tutaq ki, bax, Q-nun üstündə bir n çıx K qoysaq, tutaq ki, Q-nun üstündə bir n çıx K qoysaq, onda necə olacaq? Məsələn, yazıram Q üstündə n, tutaq ki, bax, bura belə bir şey yazıram. Q üstündə n çıx K yazıram. Onda bura bir bn yazıram. Burada bir nə yazıram? BK yazıram. Tutaq ki, bax, belə olur da onda. Məsələn, Q üstündə 7-ni istəyirəmsə, tutaq ki, B üstündə 9-u, daha doğrusu B9-u B2-yə neynəyəcəm? Böləcəm. Bu qədər sadə. Bu da oldu bizim uyğun qaydamız. Həndəsi silsilə ilə bağlı. Həndəsi silsilə ilə bağlı uyğun qaydamız. Bu da belə. İndi keçək nəyə? Deməli, bizim keçirik növbəti olan qaydamıza. Növbəti olan qaydamız nədir? Həndəsi silsilədə ilk n həddin cəmi və ilk n həddin
Hasili. Deməli, indi keçək nəyə? İndi uşaqlar biz buradan başlayırıq bir-bir. Nə yadımızdan çıxdı? Yadımızdan çıxan bir neçə düstur oldu. Gəlin onları yadımıza salaq. Həm də silsilə ilə bağlı. Sonra keçək nəyə? Ümumi düsturlar haqqında düsturların hər birinə aid nümunələr verməyə. Həndəsi silsilədə ilk n həddin əvvəlcə hədlərin xassəsini deyək. Hədlərin xassəsi necədir? Tutaq ki, uşaqlar yadda saxlayın. Həndəsi silsilədə ortadakı həddin kvadratı özündən bərabər məsafələrdə dayanan hədlərin hasilinə bərabərdir. Tutaq ki, b-nin kvadratı bərabərdir. b-nin çıx 1 vur, b-nin üstəgəl 1. Və yaxud b-nin kvadratı bərabərdir. b-nin çıx 3 vur, b-nin üstəgəl 3. Məsələn, atıram. b5-in kvadratı bərabərdir. Bundan bir məsafədə b3 dayanır, bir məsafədə b7 dayanır. Getdi. B3 ilə B7-ni nə edəcəm? Bir-birinə vuranda mən B5-in kvadratını alacam. Və keçirəm ilk n həddin cəmi düsturuna. İlk n həddin cəmi necədir? Tutaq ki, belədir. Sn bərabərdir. B1 vurulsun. Q üstündə n-1 bölünsün. Q çıxılsın 1. Bu ilk n həddin cəmi düsturudur. Bu şəkildə. Və sonsuz azalan həndəsi silsilə var. Sonsuz azalan həndəsi silsilə nədir? Sonsuz azalan həndəsi silsilədə uşaqlar Q-müz birdən kiçik, mənfi birdən böyük olmalıdır. Mənfi birdən böyük olmalıdır. Bu halda deyirəm ki, burada bu sonsuz azalan həndəsi silsilədir. Sonsuz azalan həndəsi silsilədə cəm düsturu baxın belə olur. Sn bərabərdir. B1 bölünsün, 1 çıxılsın Q şəklində olacaq. Bu da bizim həndəs silsilə. Sonsuz azalan həndəs silsilənin düsturu. Belə. Bu oldu bizim sonsuz həndəsi silsilə. Nə oldu? Sonsuz həndəsi silsilə. Və indi keçirəm nəyə? Sonsuz. Bəs nə zaman müəllim sonsuz azalardı? O zaman da bax belə uşaqlar, əgər Q-müz 0 ilə 1-in arasında olsaydı, bu olardı sonsuz azalan. Sonsuz azalan həndəs silsilə. İndi səbəb nədir? Gəl göstərək. Tutaq ki, deyirəm ki, B1-imiz 4-dür. Q-nü götürürəm 2-də 1. Mən B2-ni tapmaq üçün B1-i Q-ya nə etməliyəm? Vurmalıyam 4-ü 2-də 1-ə. Olur 2. B3-ü tapmaq üçün B2-ni Q-ya nə etməliyəm? 2-ni 2-də 1-ə vurmalıyam. Olur 1. Bu şəkildə B4-ü tapmaq üçün 1-i 2-də 1-ə nə etməliyəm? Vurmalıyam. Olur elə 0,5, yəni 2-də 1. Fikir verin, get-gedə nə edir? Sonsuz azalır. Bu da oldu bizim həndəsi silsiləmiz. Bu da bu şəkildə. Həmçinin uşaqlar, mən yenə də burada da sonsuz azalan həndəsi silsilənin cəm düsturundan istifadə edib B-ni tapmaq üçün yenə də eyni qayda. Sn-dən Sn-1-i nə etməliyəm? Çıxmalıyam. Sn-dən Sn-1-i çıxmalıyam. Bir də uşaqlar, sonsuz azalan həndəsi silsilədə ən vacib düsturlardan biri də nədir? Həndəsi silsilənin hasili. Həndəsi silsilənin hasili uşaqlar P n ilə işarə olunur. Düsturu kök altında B1 vurulsun Bn üstündə n'dir. B1 vurulsun Bn üstündə n'dir. Başa düşdünüzmü? İndi məsələn, tutaq ki, bir nümunə deyirəm. Verilib mənə tutaq ki, B1-dən B11-ə qədər. Məndən bunların hasilini istəyir. Əlbəttə ki, bu belə getməlidir. B1, B2, B11. Bunu necə tapmalıyam? Bunun üçün kök altında yazıram. B1 vurulsun B11 üstündə əlbəttə ki, nə olacaq? Olacaq 11. Bu olacaq bizim sonsuz azalan həndəs silsilənin hasili. Sonsuz azalan həndəs silsilənin hasili. Bitdi, getdi. Bu da bu şəkildə. Deməli belə.
İndi keçək nəyə? Hər birinə aid bir neçə nümunə verək. Deməli, əziz yoldaşlar, başlayaq nümunə sualların izahına. Nümunə suallardan, məsələn, birincisini mən mövzu izahında vermişəm. 4-cü sualda həmçinin. Sonra 6-cı sual, yəni özündən əvvəlki hədd sayəsində mən artıq tapmalıydım digər hədləri. Sonra ilk n həddinin cəmi 2n çıxılsın bir ardıcıllığın 5-ci həddini tapın. Uşaqlar, bunun SN düsturunu verib mənə, məsələn 8. Gəlin göstərim. SN-i nə verib mənə? SN-i verib mənə 2 üstündə n-1 üstə gəlinsin 1. Məndən 5-ci həddi istəyir. Məndən yəni tutaq ki, A5 deyirəm, A5 istəyir. Bunun üçün mən nə edirəm? Əlbəttə S5-i tapıram. 2 üstündə 5 çıxılsın 1 üstə gəl 1. Bu da eləyir 17. Və həmçinin S4-ü tapıram. 2 üstündə 4 çıx 1 üstə gəlinsin 1. Bunu da tapıram. Bu da eləyir 2 üstündə 3 8, 8 üstə gəl 1 9. Aha, indi mən A5-i tapmaq üçün S5-dən S4-ə çıxmalıyam. Yəni 17-dən 9-u nə edirəm? Çıxıram. Bu da olur 8. Yəni mənim 5-ci həddim bərabərdir A variantı 8-ə. Məsələn, 10 nömrəli sual. 10 nömrəli sual əslində bir növü adi-valluq kəsirlərdəki suallara bənzəyir. A-n bərabərdir 3n-16 bölünsün nə? N olan ardıcıllığın neçə həddi tam ədəddir? Bunun üçün mən 3n-i bölürəm n-ə və 16-nı da bölürəm n-ə. Buradan bunlar getdi. Qaldı 3 çıxılsın. 16 bölünsün n. Aydındır mı? Mənə deyir neçə həddi tam ədəddir. Ona görə mən bunun nələrini yazmalıyam? 16-nın nələrini yazmalıyam? Bölənlərini yazmalıyam. 1 yaza bilərəm, 2 yaza bilərəm, 3 yaza bilərəm, 4 yaza bilərəm. 3 yaza bilmərəm, daha doğrusu səhv etdim. 1 yaza bilərəm, 2 yaza bilərəm, 4 yaza bilərəm, 8 yaza bilərəm və 16 yaza bilərəm. Bunları yaza bilərəm. Müəllim, bəs mən niyə götürüb belə deyək, -1, -2, -4, 8, 16 yazmıram? Çünki nə demişdim? Ardıcıllıq natural ədədlər çoxluğunda təyin olunub deyə. Mən n-in yerinə heç vaxt aparıb belə kəsir bir ədəd qoya bilmərəm. Məsələn, 12 nömrəli sualda deyilir ki, ardıcıllığın 100-ə bərabər olan həddinin nömrəsini tapın. Bunun üçün nə edirəm? Aparıb bu ifadəni 100-ə bərabər eləyirəm. N kvadratı çıx 8n üstə gəlinsin nə? 80. Bu da nə elədi? N kvadratı çıx 8n çıxılsın 20 bərabərdir 0. İndi buradan artıq mən n-i nə eləməliyəm? Viet teoremi ilə tapa bilərəm. Əlbəttə ki, cavabımız 10 ilə -2-dir. Biz -2 götürə bilmərik. Onda cavabımız elə olacaq 10 A variantı. Çünki natural ədəd deyil -2. Buna görə biz onu götürə bilməyəcəyik. Biraz markeri qalınlaşdıraq. Bitdi, getdi. Sonra keçirəm nəyə? Nümunə olaraq məsələn nə edə bilərəm? Hansı sualı verə bilərəm? Hansı sualı verə bilərəm? Məsələn, yoldaşlar, buradan vermək istəyirəm nə? On 17 nömrəli sual. 17 nömrəli sual sanki mənə hardansa tanış gəlir. İmtahana düşmüş kimi bir tanışlığı var. İlk n həddinin cəmi nədir? 3 üstü n çıxılsın 1. Mənə deyir ki, bu ardıcıllığın 162-yə bərabər olan həddinin nömrəsini tapın. Deməli, bunun elə bir həddi var ki, ilk n həddinin cəmi nə imiş? 3 üstü n çıxılsın 1-dir. 162-yə bərabər olan həddin nömrəsini nə etməliyik? Tapmalıyıq. Bunun üçün mən nə edəcəm? Bunun hər hansısa bir a-n həddini tapıram. Onu 162-yə bərabər eləyirəm. Məsələn, biri var 3 üstü n çıx 1. Bir dənə də mən tutaq ki, n çıx 1-i tapıram. Yəni, bundan bir əvvəlki həddi tapıram, çıxılsın 1. Və 3 üstü n çıx 1-dən 3 üstü n çıx 1-i çıxıb bərabər eləməliyəm nəyə? 162-yə. Bu da bərabər olacaq nəyə? Bunun üçün mən nə edəcəm? 3 üstü n çıx. Bu birlər getdi.
3 üstü n bölünsün 3 bərabərdir 162 şəklinə gətirirəm. Sonra bunu mən bu şəkildə yazıram ki, 3 üstündə ortaq məxrəcə gətirirəm də, yəni alınsın 3n bərabərdir 162-yə və bunda nə edirəm? 3 üstündə n bərabərdir 162 vurulsun nə kimi yazıram? 162 vurulsun 3 şəklində nə edəcəm? Bax belə. Burada bir 2 var. Burada da bir 2 var. 162 vurulsun 3 şəklində yazıram. Sonra bunu ixtisar edirəm. Burada 1 qalır. Burada 81 qalır. 3 üstü n bərabər olur. 81-in özü 3 üstündə neçə deməkdir? 3 üstündə 4 deməkdir. Onu da vururam 3-ə. Yəni 3 üstündə n bərabərdir 3 üstündə. Bunun üstündə bir görünməyən 1 var. Toplayacaq 5 olacaq. N'imiz də bərabər olacaq nəyə? 5-ə. Deməli, bunun bu 5-ci həddi nəyə bərabər imiş? 162-yə bərabər imiş. Alıcılıqlardan bu qədər kifayət eləyər. Məsələn, buna bərabər olan həddin nömrəsini istəyir. Aparıb ifadəni məsələn 15-dən 16-ya bərabər eləyəcəm. Qiymətini tapmış olacam bu şəkildə. Bu da oldu bizim ardıcıllığımız. İndi keçək ədədi silsiləyə. Ədədi silsilə ilə bağlı məsələn sadə suallardan başlayaq, izah eləyək. Məsələn, bir nömrəli sual. Bir nömrəli sualda nə deyilir? A1'imi nə verib? 15 verib. A1 15-dir. D-ni nə verib? 4 verib. Məndən nə istəyir? A5-i istəyir. Ona görə də yazacağım A1 üstə gəlinsin 4 dənə D. 15 üstə gəlinsin 16. Yəni bizim 5-ci həddimiz 31-dir. Yəni cavab C variantı. Bu şəkildə yazmış olacağım. Bunların hər birini bu şəkildə yaza bilərəm. Aha. İndi keçirəm nəyə? İndi keçirəm nəyə? Məsələn, bura baxın. 14 nömrəli suala baxın. 14 nömrəli sualda görün nə deyilir. 14 nömrəli sualda deyilir ki, mənə nəyi verib? A10'u verib nə? 12. A12'ni verib nə? 16. Məndən nə istəyir? A11'i istəyir. A11'i istəyəndə mən qayda demişdim. A10 ilə A12'ni toplayıb neçəyə bölə bilərdim? 2'yə bölə bilərdim. Bu da eləyəcək nə? 12 ilə 16'nı toplayacağım. Böləcəm 2'yə. Bu da eləyəcək 14. Ortadakı hədd nəymiş? 14 imiş. Yəni B variantı. Bitdi, getdi. İndi keçək növbəti sualımıza. Məsələn, 20 nömrəli sual. Görə 20'də nə deyilir? Deyilir ki, A13 çıxılsın A4 bərabərdir 72. Aha, indi baxıram nəyə? Mən A13'ün özünü A4 üstə gəl 9D şəklində yaza bilərəm. Buradan da bir A4'ü çıxıram. Bu da oldu 72. A4'lər getdi. 9D'miz 72'dirsə, onda D'miz də nə olacaq? D'miz də 8 olacaq. Bitdi, getdi. Yəni silsilə fərqimiz nədir? 8'dir. Cavab oldu B variantı. Bu qədər sadə. Bu qədər sadə. Keçək nəyə? Məsələn, bunlar hamısı demək olar ki, sadədir, sadədir, sadədir. Məsələn, baxın. 14 nömrəli sual. Görək 14 nömrəli sualda nə deyilir? S9'u nə verib mənə? S9'u verib 42. Lap yaxşı. Məndən A5 istəyir. Yəni mənə ilk 9 həddin cəmini nə verib? 42 verib. İlk 9 həddin cəmi 42-dirsə, bunun içində A1 də var, A2 də var, A3 də var, A4 də var, A5 də var. Doğrudurmu? Bitdi, getdi. Onda mən nə edəcəm? S9'u tapmaq üçün mən birinci A5'dən istifadə edə bilərəm. A5'dən istifadə edə bilərəm. Yəni, bax, belə yazaram. S9 bərabərdir 2. Tutaq ki, bax, belə yazaram da. A1 üstə gəlinsin nə? A1 üstə gəlinsin A9 bölünsün nə? Bölünsün 2. Vurulsun 9'a. Bitdi, getdi. Aha, indi bir məsələ var da. Mən demişdim axı,
A5 özündən bərabər hədlərdə duran, məsafələrdə duran hədlərin cəminin yarısına nə idi? Bərabər idi. Ona görə də mən bunu tapanda asanlıqla tapıram ki, A1 ilə A9-un cəmi 2 dənə A5-ə nə imiş? Bərabər imiş. Deməli, gətirib yerinə qoyacam surətdə. 42 bərabərdir. 2 dənə A5 bölünsün 2, vurulsun 9. Bitdi, getdi. Bu şəkildə mən asanlıqla nə etmiş olacam? Tapmış olacam. Asanlıqla nəyi tapmış olacam? Bu arada 42 deyilmiş, 72 imiş. Mən də deyirəm, niyə kəsr ədəd çıxır? Bu da 72 imiş. Burada da 72 imiş. Bitdi, getdi. Onda 9 dənə A5 bərabərdir nəyə? 72-yə. A5-imiz də bərabərdir nəyə? 8-ə. A5-imiz də oldu 8-ə bərabər. Bitdi, getdi. Sonra ədədi silsilədən, məsələn, bax bu 46 nömrəli sualda mən bilirəm ki, birinci və üçüncü, yəni A3 ilə A5-in cəminin yarısı mənə A4-ü verir. Onda mən A3 üstə gəl, A4 üstə gəl, A5 deyil. Bax, bunların ikisinin cəminə, əvəzinə mən 2 dənə A4 yaza bilərəm. Onda olacaq belə. 2 dənə A4 üstə gəl, A4 bərabərdir nəyə? 18-ə. Bitdi, getdi. 3 dənə A4 18-dirsə, onda bizim A4-ümüz də nəymiş? 6 imiş. Bu şəkildə bunda nə eləmiş olacam? Tapmış olacam. Məsələn, eyni qayda bax, 64 nömrəli sualda eyni qayda ilə yazmaq olar. 64 eyni qayda ilə yazmaq olar. Məsələn, bax, 53 nömrəli sual. Gəlin, 53 nömrəli sualı izah eləyək. 53-də nə deyilir? Deyilir ki, ilk n həddinin cəmi nədir? Sn bərabərdir 6n çıx 3n-in kvadratı. Mənə deyir ki, ədədi silsilərin fərqini tapan. Mən bilirdim ki, S1 A1-ə nə idi? S1 A1-ə bərabər idi. Məndən D-ni istəyir. Aparıb əvvəlcə bir S1-i tapaq. S1 zaten A1 daxı. Aparıb yerinə 1 qoyaq. 6 vur 1 çıx 3 vur 1-in kvadratı. Yəni bu da elədir 3. Bizim A1-imiz 3-dür. İndi gəl S2-ni tapaq. S2 nəyə bərabərdir? A1 ilə A2-nin cəminə. Lap yaxşı. A1 ilə A2-nin cəminə bərabərdirsə, aparıb yerinə 2 qoyacam. 6 vurulsun 2. 3 vurulsun 2-nin nəyi? Kvadratı. Yəni 12 çıxılsın 12. Bu da elədi nə? Elə 0 elədi. 0 elədi mi? Bəli, 0 elədi. Bitdi, getdi. Onda belə çıxır ki, bu azalan ədədi silsilədir. Məndən silsilə fərqini istəyir. Uşaqlar, A1-im 3-dür. A1 ilə A2-nin cəmi 0-dırsa, deməli A2-im də nə imiş? Mənfi 3 imiş də. Onda aydın məsələdə silsilə fərqi nə qədərdir? Silsilə fərqini tapanda mən A2-dən A1-i nə etməli idim? Çıxmalıydım. Yəni mənfi 3-dən 3-ü çıxıram. D-ni tapıram. Bizim D-miz nə qədərmiş? Mənfi 6 imiş. Yəni D-miz oldu mənfi 6. Yəni cavab B variantı. Bu da belə. Keçək həndəsi silsiləyə aid bir neçə nümunə deyək. Həndəsi silsilədə nə var, nə yoxdur. İndi baxırıq nəyə? Məsələn, həndəsi silsilədə deyilmiş. Məsələn, silsilə vuruğunu tapın deyir birinci sualda. B4-ümüz nədir? 12-dir. B4 12-dir, B3 nədir? 6-dır. Onda mən B4-ü B3-ə vurub, bölüb, bizim Q-nü tapa bilərəm. 12-ni böldüm 6-ya, tapdım 2. Q-müz oldu 2. Bu qədər sadə. Həmçinin, bax, burada da 5 nömrəli suala baxın. Çox asandır. B1-i nə verib? 2 verib. B1-i 2 verib. Q-nü kökdə 5 verib. İndi mənə deyir ki, B3-ü neyinə tap? B3-ü tapmaq üçün mən bilirəm ki, B1 vurulsun Q üstündə 2 yazmalıyım. Yəni 2 vurulsun kökdə 5-in kvadratı. Bu da elədir 10. Bu da bizim cavabımız. Yəni A variantı. Bu da belə. Bu da belə. Yəni nümunə suallar olduqca çox vermək olar. Məsələn, baxın,
7'dir, sonra 14'dür, sonra x-dir. Deyir ki, x-i tapın. 7'ni 2'yə vurub 14 alıb, indi 14 də nəyə vurmalıdır? 2'yə vurmalıdır. Cavab olacaq Y variantı. Hər birini bu şəkildə nə etmək olar? Bunlar tapmaq olar. Məsələn, bax, silsilənin ikinci həddini istəyir. S2-ni tapacağım. Məsələn, aparıb qoyuram yerinə. 3 vurulsun, 3 çıxılsın, 1 çıxılsın, 2. Yəni 3 çıxılsın, 3-də 1. Böylədən, hə? 3-də 8. Bir dəfə də S1 tapacağım. S1 zaten A1-ə nə idi? B1-ə nə idi? Bərabər idi. Həndə sisli olduğu üçün artıq oldu bu. B1. 3 çıxılsın, 3 üstündə 1 çıxılsın, 1. Bu zaten nə verir? Mənə 1 verir. Bu da oldu 2. S1'im 2'dir. S2'm nədir? 3'də 8'dir. Yəni mən B2'ni tapmaq üçün qayda demişdim. S2'dən S1'i çıxa bilərəm. 3'də 8'dən 2'ni çıxa bilərəm. Yəni 3'də 8 çıxılsın, 3'də 6 olacaq, 3'də 2. Bitdi, getdi. Yəni cavab C variantı. Bu da oldu bizim həndəsi silsiləmizə aid bir neçə nümunə. Bu şəkildə. Digərləri də hamısı bənzər nümunələrdir. Verilən həndəsi silsilə vuruğunu tapın. Yenə də çox asan. Siz S2-ni tapırsınız, S1'i tapırsınız sonra da və S2'dən S1'i çıxandan sonra B1'i tapmış olacaqsınız. Və B1'i S1'ə, yəni S1 ilə A1 olduğu üçün ona nə edəcəm? Böləcəm. Bu da bu şəkildə bizim nümunə suallarımızın bir hissəsi.